O ki deyir, Allah deyir, tövbə eləyim, bağışlayayım. Bax, indi tövbə ayıdır. Tövbə eləyim, bağışlayayım. Bax, bağışlayayım nə deməkdir? Bağışladım, bağışlayayım nə deməkdir? Diqqət eləyin mənə, diqqət eləyin. Biz bir dənə xəta elədik, pis iş gördük, elədir. Təbii olaraq o işin cəzası bizim ruhumuza gəlir çatır. Yəni necə? Qəssabın, nə deyirlər, kötüyün üstünə qoyuruq əlimizi, götürürük, vururuq barmağımızı kəsirik. Hə? Nə qədər qan gedir, üzr istəyirəm bu bəhslərə görə. Nə qədər qan gedir, barmaqların qırılıb düşüb. Təbii bir şeydir də, əlini kəsdin, bu vəziyyətə düşdün, hə? Aləmin nizamı var da, maddi aləmin nizamı budur ki, balta əli kəsir, öz nizam intizamı var, hə? Mənəvi aləm də elədir. Mənəvi aləmində dəqiq belə bir qayda qanunları var. Sən hər dəfə xəta, günah eləyəndə, təbii olaraq, təbii qaydalarla da sən özvə zərbə vurdun. Özvə zərbə vurdun. İndi bağışlamaq nədir bu arada? Bağışlamaq budur ki, Allah sənin bu işi bağışlamaqla bütün nizamı dəyişir, bütün nizamı. Bütün nizam intizamı dəyişir və hər şey sənin başlayır xeyri və cərəyan eləməyə. Sən bir dənə indi bir iş gördün, 100 dənə səni hadisə gözləyirdi, təbii olaraq o işin nəticəsində. Hə? Tövbə elədim, bağışladım, yəni nə? Bağışladım, yəni bu taleyi dəyişdim başqa istiqamətdə. Bu istiqamətdə nə qədər adamlar var idi, nə qədər işlər, nə qədər qarışmışdı insan. Bütün bu şeyi dəyişib, ona görə sizə sadə gəlməsin. Bağışla da, bağışla yəni bilirsin, hə? Bağışda, yəni kəsilən barmaqları birləşdirmək yanında olsun Allaha.